Paytaxtımız Bakıda dünyanın ən nüfuzlu proqramlaşdırma müsabiqəsi ICPC-nin 49-cu dünya finalı artıq start götürüb. 1 sentyabr Heydər Əliyev mərkəzində ICPC 2025 dünya finalının möhtəşəm açılış mərasimi keçirilib. Təşkilatçılar və tərəfdaşlar bütün komandalara uğurlar arzu edib, ICPC təşkilatçı komandanı təltif edib. ICPC fondunun prezidenti Dr. Bill Faucher'ın da dediği kimi, Bakı bu günlərdə planetin ən ağıllı şəhəri sayıla bilər. Çünki dünyanın 4 tərəfindən, 70 ölkədən ən prestijli universitetlərin 140 proqramçı komandası məhz Bakıda finalda yarışacaqlar. Növbəti günlərdə bizi yerli və beynəlxalq ICPC məzunlarının çıxışları qlobal tərəfdaşlar tərəfindən təşkil edilmiş müsabiqələr gözləyir. 3 sentyabr tarixində Local Community Day çərçivəsində Bebras və Rami Mahmudzadə 90 olimpiyadalarının təltif etmə mərasimi keçiriləcək. 4 sentyabr isə Bakı Konqres Mərkəzində dünyanın ən güclü proqramçı komandası bəlli olacaq. Finalın əsas tərəfdaşlarından biri olaraq bütün finalçılara, bütün komandalara uğurlar arzu edilir. Bugün dress rehearsal oldu əslində. Əslində bir ICPC final üçün bir hazırlıq kimidir. 2 saatlıq bir yarış idi. Yarış ICPC dünya finalı özü 4 sentyabrda olacaq. Biz də əslində elə hər gün hazırlaşırıq, proqram dolu olur. Gözləntilərimiz ilk yüzə girməyi hədəfləyir, əsas ən yaxşı performansımızı göstərməkdir.